müsabiqəsi çərçivəsində Ekotopus şagirdlərin, məktəblilərin ekoloji savadının artırılması proqramının adlı layihə ilə bizim məktəb qalib oldu və siz bu layihə çərçivəsində infosessiyalarda iştirak elədiniz. Əziz şagirdlər, eyni təlimçi tərəfindən təlimlər sizə keçirildi və maariflənmə təlimləri keçirildi və bu proqram haqqında biz daha doğrusu təbiətimizi qorumaq barədə daha da maarifləndik. Və bu layihədə də çox faydalı və maraqlı məlumatlar öyrəndik, keçirildi daha doğrusu. Hər bir iştirakçının da daxil olmaqla elə çox faydalı məlumatlar öyrəndik və ekologiyamızı qorumaq üçün çox fəaliyyətlər də keçirdik. Hansı ki, məktəbimizi zibillərdən, tullantılardan qoruduq və həmin plastik qabları, həyətdən götürülmüş plastik qabları biz onun vasitəsilə plastik qablardan qərimqabı üzərdik. Təhsildə İnkişaf və İnnovasiya üzrə 8-ci qrad müsabiqəsində qalib olan layihələrdən biri də məhz məktəbimizin ingilis dili müəllimi Babək Rızazadənin yazdığı məktəblərin ekoloji savadlığının artırılması, Ekotopus məktəblərin ekoloji savadlığının artırılması layihəsi idi. Layihə çərçivəsində 12 görüş keçirildi, təlimçi Samir Salayev tərəfindən və 6-dan tutmuş 11-ci sinifə qədər olan sinifdə olan şagirdlər iştirak edirdi. Layihə nəinki Azərbaycan, eləcə də dünyada qlobal bir problemi əhatə edirdi, hansı ki ekologiya. Şagird Əliyevasına ilk öğretim Babək müəllimə təşəkkür etmək istəyirəm ki, bizi bu layihədə iştirak etdirdi və burada da biz öyrəndik ki, yəni tullantılardan yenidən istifadə edilməsi, onlardan qəlimqabı düzəldilməsi və biz də bunlardan çox şey öyrəndik. Çox sağ ol qızım. Birinci, hər kəsi salamlayıram. Mən Mirzə Rəhbər Sayramla bir saylı tam altı məktəbin 6 və sinif şagirdi Həmədzad Səhəm. Mənim bu aktiv proqramla bağlı fikirlərim çox maraqlıdır mənim üçün. Çünki burada şagirdlər əyləncəli, məsələn, oyunlar, əşyalar hazırladılar, bilgilər öyrəndirlər. Bu uşaqlar üçün həm də yararlı olacağını düşünürəm. Hətta ən son etdiyimiz həyatdakı zibilləri toplamaq proqramı mənim çox xoşuma gəldi. Çünki biz təbiəti qorumalıyıq. Bir çox yerlərdə görürük ki, insanlar təbiəti zibillədikdə heyvanların sayısı azalır. Onun üçün də biz həm heyvanları qorumalıyıq, həm də təbiəti qorumalıyıq.